Gəncədə diaqnostik qiymətləndirmə zamanı qənaətbəxş nəticə göstərə bilməyən müəllimlər təlimlərə cəlb ediliblər. Əmək haqqına artım olunmasını istəyən pedaqoq bir ay ərzində lazımı biliklərə yiyələnməlidir. Gəncənin 2 orta məktəbində təşkil olunan təlimlər təhsildə innovativ texnologiyalar əlavə təhsil mərkəzi ilə Təhsil Nazirliyi arasında bağlanan müqaviləyə əsasən keçirilir. İbtidai sinif üzrə 60, Azərbaycan dili və ədəbiyyatdan 180 və riyaziyyatdan isə 60 müəllimə müasir təlim metodları aşılanır. Kursun sonunda müəllimlərə imtahan olunacaq. Təbii ki, 120 saatlıq proqram əsasında nə öyrədəcəksə, o mövzuları əhatə edən suallar olacaq və sertifikatlar veriləcək ki, həmin sertifikatda müəllimə topladığı bal yazılacaq. Məsələn, 100 baldan müəllim tutaq ki, ixtisas artırma kursunda 80 bal nəticə göstərdi. Və o artıq müəllimin adına TIMS proqramında oturulacaq və attestasiya mərhələsinə keçid edərkən müəllimin diaqnostik qiymətləndirmədə topladığı bal, ixtisas artırmada topladığı bal, yəni nəzərə alınacaq. 15 qrupda keçilən təlimlərdə iştirakçılara kurikulum tədris sistemi, fənn üzrə müasir tədris standartları izah olunur. Biz burada onluq say sistemləri, sonra mövqeli, mövqesiz say sistemləri, onluq kəsirlərin toplanması, çıxılması, vurulmasını öyrənirik. 41 toplamışdım. İndi də yəni tamlıqla əmin oluram ki, öz gücümə güvənirəm ki, indi yəqin ki, artıracağım bu bal gücümü ehtimalla. Yəni öyrəndiklərimə güvənirəm. Təhsil Nazirliyinin təşkil etdiyi diaqnostik qiymətləndirmə Gəncədə 2015-ci ilin dekabrında keçirilib. Qiymətləndirmədə iştirak edən 3623 pedaqoqdan 1,5% keçid balını toplaya bilməyib. Şəhər üzrə müəllimlərin 80%-ə yaxını isə diaqnostik qiymətləndirmədə 50 baldan yuxarı nəticə göstərib. Xəyələ Mürsəl, Elnur Vahidoğlu, Kamran Layıcov, Gəncə.